Bugün sizə Peyğəmbərimizin başı bəlalı xanımı Mariya Qibtiyyə və Peyğəmbərdən dünyaya gətirdiyi oğlu İbrahim haqqında danışmaq istəyirəm. Şamunun qızı Mariya Misirin bölgələrinin birində dünyaya göz açmışdı. Hicrətin 7-ci ilində Həzrət Məhəmməd sallallahu aleyhi və alihi və səlləm Hatib ibn Əbu Bəltəni bir məktubla Misir və İskəndəriyyə hakimi Müqəvqisin yanına göndərdi ki, onu İslama dəvət etsin. Bu dəvətə cavab olaraq Müqəvqis Misirin hakimiyyət ailəsinin qızlarından olan Mariyəni və bacısı Sirini bir yerdə həmçinin çoxlu hədiyyələrlə Peyğəmbərə göndərdi. Üstəlik bir məktub da yazdı ki, mən sənin elçini hörmətlə qarşıladım və əzəmətli Qibt torpağında dərəcə və mənziləti olan 2 kənizi sənə göndərdim. Rəvayətə görə Hatib qaydarkən onlara İslamı başa saldı və 2 bacı müsəlman oldular. Mariya xanım Peyğəmbərin vəfatından 5 il sonra Hicrətin 16-cı ilinin Məhərrəm ayında vəfat etdi və Bəqi məzarlığında dəfn edilib. Mədinəyə gəldikdən sonra Rasulullah sallallahu Mariyəni özünə seçdi. Bu xanımın ləyaqətli xüsusiyyətləri və Peyğəmbərin ona xüsusi diqqəti Həzrətin bəzi xanımlarının paxıllıq və həsədinə səbəb oldu. Xüsusilə bu həsədi şəxsən etiraf etmiş xanımı var ki, adını çəkmirəm. Bu xanım Peyğəmbərimizin vəfatına qədər adı dilindən düşməyən Xədicə xanıma da nalayiq sözlər demişdir. Mariya xanım iffətli, dindar, salih, xeyirxah və ləyaqətli bir qadın idi. O, Peyğəmbərimizin sevgisini və diqqətini özünə cəlb etmişdi. Deyilib ki, Mariya xanım Xədicə xanım istisna olmaqla Peyğəmbər üçün övlad dünyaya gətirən yeganə qadın olub. Hicrətin 8-ci ili Zilhiccə ayında Mariya xanım dünyaya İbrahim adlı oğlan uşağı gətirdi. Bunu da qeyd edim ki, o dövrün şərtlərinə və qayda-qanunlarına əsasən kəniz və azad qadın bir-birindən fərqlənirdi. Kənizlərin ayrı hökmləri var idi. Örtü və hicab məsələlərinə azad qadınlar riayət edirdi. Nəql olunub ki, Mariya xanım İbrahimi dünyaya gətirdikdən sonra azad qadın statusu aldı və örtüyə əməl etməli oldu. Bu da digər xanımları daha da qəzəbləndirdi. Bu qadını xüsusilə hamiləliyindən sonra o qədər sıxışdırdılar ki, Peyğəmbər məcbur olub Mariya xanımı Mədinənin yuxarı hissəsində olan bir yerə köçürdü. İbrahim təəssüf ki, çox yaşamadı. Hicrətin 10-cu ilində vəfat etdi və Bəqidə dəfn edildi. İbrahimin vəfatından sonra Peyğəmbər dərin bir kədərlə ağladı və buyurdu: göz ağlayır və ürək kədərlənir. Amma mən Rəbbin qəzəbinə səbəb olacaq bir şey demərəm. İbrahimin vəfat etdiyi gün onun ölümü ilə eyni vaxtda günəş tutulması da baş verdi. Və bəzi insanlar bu hadisəni İbrahimin ölümünə aid etməyə başladılar. Peyğəmbər bu inancı rədd etdi və buyurdu: günəş və ay 2 ilahi nişanədir və heç bir insanın ölümü və ya həyatı üçün tutulmaz